Erkən və yeni doğulmuş körpələrdə cərrahi problemlər. Körpə artıq dünyaya gəldiyi ilk gündən xüsusi diqqət tələb edir. O, həyat və yaşamaq uğrunda xüsusi mübarizə aparır. Elə bu mövzuda danışmaq üçün Baku Medical Plaza'nın Babək filialının uşaq cərrahiyyəsi uzmanı, operator doktor Aqil Əbilov qonağımızdır. Alqışlayaq. Salam doktor. Salam. Necəsiz? Yaxşı, sağ olun. Çox ağır mövzudur, amma istəyərdik, yüngül var da olsa bizə nəsə deyərdiniz. Doktor, mövzumuzla bağlı sujetə baxaq. Heç bir şey ailələri övladının xəstə olması qədər narahat etməz. Xüsusilə də bu xəstəlik cərrahiyyə tələb edirsə, narahatlıq 1-ə 5 artar. Mövzumuz yeni doğulmuş körpələrin cərrahiyyəsi və qazanılmış uşaq cərrahi xəstəlikləridir. Körpələrdə qida borusu, ağciyər, həmçinin atreziyalar, mədə-bağırsaq sisteminin bağlı olması, mədə və 12 barmaq bağırsağın daralmaları və s. kimi anadan gəlmə qüsurlar ola bilər. Son zaman yeni doğulmuşlarda anadan gəlmə patologiyalar da artıb. Bunun da öz səbəbləri var. Düzgün olmayan qidalanma, radiasiyaların artması, valideynlərdə infeksiyon xəstəliklərin vaxtında müalicə edilməməsi patologiyaların artımına səbəb olur. Uşaq cərrahiyyəsində önəmli sahələrdən biri də uşaq endoskopik cərrahiyyəsidir. Bura bronxoskopiya, sistoskopiya, laparoskopiya, restoskopiya daxildir. Uşaq cərrahiyyəsində kriptorxizm, yırtıqlar, o cümlədən ağciyər və qaraciyərin kistalarını da aid etmək olar. Qeyd edək ki, uşaqlarda qaraciyərin exnokok mənşəli kistaları olur ki, bunlar da ev heyvanları. Xüsusən də itlərin saxlandığı evlərdə, məkanlarda yaşayan körpələrdə rast gəlinir. Uşaq cərrahi xəstəliklərinə misal olaraq üz nahiyəsində damar mənşəli hemangiomaları da aid etmək olar. Dərmanla hemangiomaları da yox etmək mümkündür. Hətta uşağın üzünü tamamilə əhatə edən böyük şişləri belə. Uşaqlarda qəbizlik halı aktual mövzulardan biridir. Qəbizliyində cərrahi patologiyaları var və bunu uşaq cərrahları müalicə edir. Ümumiyyətlə, qəbizlik istər uşaqlarda, istərsə də gənc və yaşlı nəsildə ciddi narahatçılığa, psixi pozuntulara səbəb olur. Bunların aradan qaldırılması üçün düzgün qidalanmaya önəm verilməlidir. Uşaqlarda sidik qaçırma, yəni enurez də ciddi və tez-tez rast gəlinən bir problemdir. Uşaq bəzən gecə, bəzənsə gündüz sidiyini qaçırır. Əslində bu anadan gəlmə qüsurlar, sinir pozuntuları, sidik kisəsində əzəllər və infeksiyalarla da əlaqədar ola bilər. Doktor, uşaq cərrahiyyəsi hansı yaşlardakı xəstəliklərlə əlaqələnir? Uşaq cərrahiyyəsi ümumiyyətlə yeni doğulmuş dövrdən etibarən 17-18 yaşına qədər ki, uşaqlardakı cərrahi problemlərlə maraqlanır. Bu yaşlarla əlaqələnir. Yeni doğulmuşlarda hansı cərrahiyyəli problemlər daha çox sıx qarşılaşır? Yeni doğulmuş dövrdəki cərrahi problemlər daha çox doğuşdan, ana bətnindəykən görülən və ya görülməyən doğuşdan olan problemlər, anomaliyalarla bağlı olur. Mesela yemək borusunun, yəni qida borusunun atreziyası, qida borusunun inkişafı zamanı olan bir qüsurdur və ya mədənin, 12 bağırsağın, ana bətninin inkişafı zamanı əmələ gələn qüsurlardır. Bunlara bağlı olaraqdan cərrahi anomaliyalar olur və bunlarla əlaqədar əməliyyatlar edirik. Bundan başqa diafraqma dediyimiz qarın boşluğu ilə döş qəfəsini bir-birindən ayıran bir əzələ var. Bu əzələnin yırtıqları olanda yeni doğulmuş körpələrdə çox ölümcül seyr edə bilir. Çünki bağırsaqlar döş qəfəsindən çıxıb ağciyəri və ürəyi itib ölümcül fəsadlar verə bilir. Bu kimi körpələrin həm yeni doğulmuş reanimasiyada xüsusi aparatlarla tənzimlənməsi lazımdır əməliyyat öncəsində və daha sonrasında da mütləq əməliyyat olması lazımdır. Bunlar böyüklərdəki xəstəliklərdən, yəni yeni doğulmuş dövrdəki xəstəliklər böyüklərdəki olan xəstəliklərdən biraz fərqlidir. Bundan başqa incə bağırsaqların, qalın bağırsağın, ağciyərin patologiyaları, anadan gəlmə anomaliyalarına bağlı olaraqdan yeni doğulmuş dövrdə bəzi cərrahi əməliyyatlar edirik. Yeni doğulmuşda ən sıx rastladığımız cərrahi anomaliyalar bunlardır. Doğuşdan rast gəlinən mədə, bağırsaq, yemək borusu və ağciyərinə əlaqədar patologiyalar. Bəs ananın orqanizmi ilə əlaqədar ola bilər? Uşaqda hansısa bir fəsadın yaranması? Şöyle, onunla əlaqədar ananın xəstəliyi ilə əlaqədar olan bəzi xəstəliklər var, amma bu saydığım doğuşdan anomaliyalar genetik keçişli ola bilir. Məsələn, ailənin birisində olanda, bir uşağında olanda və ya ata-ananın birisində olanda onlarda olma ehtimalı ola bilir. Amma hamısı ayrı-ayrı xəstəliklərdir. Yəni, hamısının ayrı-ayrı geniş bir mövzudur əslində.
genetik keçişi olanlar var, olmayanlar var. Amma hamısı ana bətnindəykən bəzi biruzələrlə üzə çıxırlar. Onun üçün ana bətnindəykən ultrasonlarla baxıldığı zaman, uşağa baxıldığı zaman bəzi biruzələr ortaya verir. Onun üçün bəzi uşaqlarda şübhələnilir. Bu hansı dövrlərdə özünü göstərir? Hamiləlik dövrünün? Hamiləliyin müəyyən dönəmi yoxdur şey olaraq. Hani, şimdi Məsələn, söylədiyim... hansı dövrdə hiss eləmək ola bilər ki, uşağın cərrahiyə, doğuşdan sonra cərrahiyə ehtiyacı olacaq? Genellikle ikinci və üçüncü trimestrdən, yəni ikinci, üçüncü dönəmdə daha çox ortaya çıxır. Bu hansı ayları əhatə edir? İkinci, üçüncü trimestr deyirik. Yəni ikinci 12-ci həftə, yəni 12-ci həftədən sonra yəni 24 arası, 24-dən sonra 36-ya qədər olan dönəmdə ən çox üçüncü trimestrdir. Yəni 24-dən sonrası dövrdə daha çox ortaya çıxır. Daha doğrusu ondan sonra daha sıx görülür. Və görüldüyündə, cərrahi bir problem görüldüyündə bəzən görülmür, olmasına rağmen bəzən görülməyə bilər, bu da ola bilər. Amma cərrahi bir problem görüldüyü zaman ana bətnindəykən mütləq doğumu uşaq cərrahiyyəsinin və neonatologiyanın olduğu bir xəstəxanada olmalıdır. Çünki ən yaxşı transport ana bətnində olan transportdur. Yəni ana qarnındaykən transport olmasıdır. Və doğum zamanı neonatoloji reanimasiyaya yatırılıb, uşaq cərrahi tərəfindən dəyərləndirilib, lazımi tədbirlərin alınıb, daha sonra əməliyyat olması lazım. Yeni doğulmuş körpələrin əməliyyatları ilə böyüklərdəki olan əməliyyatların nə kimi fərqi var? Yeni doğulmuş dövr, uşaqla böyük orqanları hamısı eyni olsa da, həm anatomiyası olaraq, həm funksiyası olaraq tamamən bir-birindən fərqlənir. Yeni doğulmuş körpələrdə bu tamamən fərqlənir. Yəni həm fiziologiyası, işləmə mexanizması, həm anatomik quruluşu tamam bir-birindən fərqlənir və olunacaq əməliyyat gerektirəcək cərrahi xəstəliklər də fərqlənir əslində. Yeni doğulmuş körpələrin əməliyyatlarında ən önəmli şey, bir körpə çox kilosu aşağıdırsa, özellikle yarımçıqda olmuş, vaxtından əvvəl doğulmuş. Bu nə qədər kilonu əhatə edir məsəl üçün? Özellikle vaxtından əvvəl doğulmuş uşaqlarda 1000 qramın altında olan uşaqlara biz ekstremal az çəkili deyirik. 1 kilonun altında olan uşaqlarda cərrahi əməliyyat həmişə daha çətindir. Çətin olmanın ən böyük səbəblərindən birisi yeni doğulmuş uşaqlar və özellikle erkən doğulmuş uşaqlar soyuğa çox həssas olurlar. Və əməliyyat vaxtı, əməliyyatxanalar bilirsiniz ki, həmişə soyuq olur genəlliklə. Bu körpələrdə öncədən mütləq isidilir. Onun üçün xüsusi təchizatlar olmalıdır. Həm uşağın altdan, həm üstdən isidilib və əməliyyat öncəsində saatlarca hazırlıq görülməlidir. Yeni doğulmuş cərrahilərində mənə görə ən önəmli şeylərdən birisi öncəsində isidilmənin yaxşı olunmasıdır. Çünki uşaq üşüdüyü zaman bir çox fiziologiyası pozulur və əməliyyat sonrasında və ya əməliyyat vaxtı çox ciddi fəsadlar ortaya çıxa bilir. Doktor, körpə əməliyyatdan sonra nə qədər vaxt həkim nəzarəti altında qalır və daha sonra evə buraxılır? Xəstəlikdən xəstəliyə dəyişir, cərrahi xəstəlikdən xəstəliyə. Məsələ, özofagusun, yəni yemək borusunun, qida borusunun atreziyası dediyimiz xəstəlikdə yemək borusunun üst və alt hissəsi olur, amma orta hissəsi doğuşdan anomaliya olaraqdan olmur. Bu uşaqlarda məsələ, yəni onu soruşduğunuz üçün cavab verirəm. Əməliyyatdan sonra üzərində bir zond olur. 5-6 gün o zond durur. Daha sonrasında kontrast maddə verəkdən anastomozdan bir qaçağın olmadığı kontrol edilir. Əgər problem yoxdursa ondan sonra qidalanır. Örneğin yemək borusu atreziyasında genellikle 9-10 gün sonra taburcu olabilir bizə görə. Əgər hər hansı problem, fəsad olmadıysa. Diyafraqma herniyası kimi əməliyyatlarda əməliyyatdan sonra 4-5 gün sonra taburcu olabilir. Əgər başqa bir problemi yoxsa, hər şey yolundadırsa. Bu olunacaq əməliyyata görə dəyişir. Doktor, yeni doğulmuş körpələrin sünnət olunmasına necə baxdınız və yaxud nə məsləhət görür, neçə müddətdən sonra sünnət olunsa daha doğru olar? Şöyle deyim, yani yeni doğulmuş dövrdə sünnət olunması artıq dünyanın birçok yerində qəbul olunmuş bir şeydir. Bunun üçün tabii yeni doğulmuş körpənin vaxtında doğulub, kilosunun 2 kilo yarımının üstündə olması lazımdır və bilinən başqa bir xəstəliyin olmaması lazımdır. Yeni doğulmuş körpələrdə, yəni müsəlman ölkələrdə onsuz da sünnət olunur gələcək yaşlarında. Bunu yeni doğulmuş dövrdə eləmək bir çox avantajları var. Hətta Ən azından uşaq dərk edəmir, qorxu keçirtmir. Evet, bir yaxşı tərəfi odur. Hristiyan toplumlarında bile, Hristiyan ölkələrində bile artıq yeni doğulmuş sünnət çox olunur. Tibbi olaraqdan, yəni dini olaraq da keçirəm amma tibbi olaraqdan ən önəmli şeyi
sidik yolu infeksiyası olma riskini azaldır. Uşağın başqa bir xəstəliyinin olmaması gerekir. Örneğin ürək xəstəliyi varsa bilinən və ya başqa bir ciddi bir xəstəliyi varsa, o zaman sünnət təcili bir şey olmadığı üçün gözlənib daha gələcək yaşlarda da oluna bilər. Bununla əlaqədar, yeni doğmuş sünnətinə əlaqədar son zamanlarda dünyada plastibel denilən bir yöntəm artıq uygulanır. Plastibel yöntəmi bir çox avantajları var. Bir, qanaxma riskini... Bunu biraz geniş danışardınız. Geniş anlatayım. Plastibel yöntəmi bir qanaxma riskini yeni doğmuş dövrdə olunduğu üçün qanaxma riskini ortadan qaldırır. O necə keçirilən bir prosesdir? Plastibel şöyle, bir uşağı yatızdırmaq, yəni anesteziya almasına ehtiyac yoxdur yeni doğmuş dövrdə. Yəni ilk 28 gündə anesteziya almasına ehtiyac yoxdur. Niyə? Çünki yeni doğmuş dövrdə uşaq əmdiyi zaman bəzi hormonlar salgılanır və bunlar uşaqda anesteziya təsiri göstərir. Onun üçün uşaqlar ana südü əmərkən sakitləşirlər, yuxlayırlar. Bunun səbəbi anesteziya almış kimi bəzi hormonların salgılanmasıdır. Bir növ sakitləşdirici. Sakitləşdirici təsir olur. Endorfin dediyimiz ağrı kəsici və sakitləşdirici hormonlardır bunlar. Yəni biz də bunu əslində istifadə edirik. Bu da ana südünün bir növ avantajıdır. Avantajıdır. Biz bunu necə istifadə edirik? Yəni uşağı əməliyyatxana alandan sonra ya əmzik tutursa əmzik, ya da birisi əlcək yeyib parmağını verir. Onu əmərkən sakitləşir. Uşaqları aldadırsınız. Tabii, amma şimdi ananı aşağı indirib ana südü verdirə bilmərik sonuçta əməliyyat zamanı. Sonuçta bu vaxt uşaq yatır, biz də sünnətini eləyirik. Amma plastibelin ən önəmli avantajı bir tikişi olmur. Amma lazer deyirlər, işte koter, o istifadə olunmur. Çünki lazerin artıq, yəni koter dediyimiz şeyin yandırıcı bir şey olduğu üçün artıq zərərləri olduğu aşkar olunub. Onun üçün artıq lazer, yəni koter istifadə eləməməyə çalışırıq. Biz ümumiyyətlə istifadə eləmirik cərrahi sünnətlərdə. Plastibel sonrasında nətər ki göbəkdə, göbək bağlanandan sonra bir plastik cisim qalır. Plastibel sünnətindən sonra da tikişlə bağladıktan sonra üzərindən bir halqa qalır. Üzük deyirlər, ring deyirlər, yəni bir halqa qalır. Sonra öz-özünə quruyur, düşür göbəkdəki kimi. Sonrasında ən önəmli avantajı sonrasında ağrısı olmur, baxımı çox asandır, işte çimizdirə bilir, sanki sünnət olmamış kimi davranır. Halqa zamanı gəldiyində quruyub düşür. Bu ən çox Amerikada istifadə olunur. Hardasa 6-7 ildən çoxdur ki, Amerikada artıq bütün uşaqlarda istifadə olunur. Biz Türkiyədə çox istifadə edirdik. Azərbaycanda da işte 2-3 ay öncə bunu başlatdıq. Nə gözəl. Yəni sünnət dərdindən qurtulmuş kimi bir şey olur uşaqlar. Çünki yəni sünnət həmişə işte böyük yaşı uşaqların həmişə qorxulu yuxusu olub, yəni qorxulu rüyaları olub. Amma indiki dövrdə bu plastibel sünnətindən sonra yeni doğmuş dövrdə sünnətləri çox asan və fəsadsız şəkildə eləyə bilirik. Böyləcə bu dərddən qurtarmış oluruq. Çox sağ olun doktor. Dəyərli vaxtınızı bizə ayırıb gəldiyiniz üçün sizə minnətdarıq. Yeni verilişlərimizdə görüşənədək. Görüşmək üzrə. Mən də çox təşəkkür edirəm belə bir ortam hazırladığınız üçün. Mən də sizə minnətdarım. Çox sağ olun. Sağ olun. Verilişimizin baş sponsoru Baku Medical Plazadır. Klinikanın ana və uşaq sağlamlığı şöbəsində qadın sağlamlığı, hamiləlik, ginekoloji xidmətlər və digər xidmətlərdən istifadə edə bilərsiniz. Hörmətli analar və hamilə qadınlar, özünüzün, övladınızın sağlam olmağını istəyirsinizsə, yolunuzu mütləq Baku Medical Plazadan salın. Ünvanları qeyd edək, Xətai rayonu Babək prospekti 92, Nəsimi rayonu 389 nömrəli məhəllə, şəhər nömrəsi 404 41 90. Verilişimizin sponsoru Yağmur Mebel mağazasıdır. Əziz analar, uşaqlarınızın rahatlığını, sağlamlığını təmin etmək istəyirsinizsə, yolunuzu Yağmur Mebeldən salın. Belə ki, çox funksiyalı mebellərin boyamasında toksinli, ziyanlı maddələrdən istifadə olunmur. İnanıram ki, əgər Yağmur Mebelə getsəz, evə əli boş geri dönməyəcəksiniz. Ünvan Babək prospekti 76, Xalqlar Dostluğu dairəsinin yanı. Şəhər nömrəsi 370 45 45, mobil 050 776 45 45. Sonda isə Scarlett Gözəllik Salonuna saç düzüm və makyajıma görə təşəkkürümü bildirirəm. Hər bir valideyn uşağını yatağa salmaq və orada saxlamaqla əlaqəli müəyyən çətinliklə üzləşir. Bunun səbəbi ya yarımçıq qalan bir oyundur, ya da ailə üzvlərinin bir yerdə olduqları bir zaman.
Yatmaqla aran necədir? Xoşun gəlir yatmaqdan? Niyə xoşun gəlmir? Çəkəcək istəm. Mən yatandan böyüyürəm. Nə qədər böyüyürsən hər gün? Hər gün bax,